İnsan dünyaya gəlir, sonra başlayır rəngləri görməyə. Sonra görür. O, etap quranda da deyirlər, qulaq verdi, eşitmə qabiliyyəti. Sonra görmə Heç nə bilmirdi, gəldi. Niyə o etapda ana vətnində hələ eşitmək qabiliyyəti olur insana. Sonra gəlir dünyaya, başlayır rəngləri seçməyə. Uşağı görürsən ki, qırmızı rəngi birinci daha parlaqdır deyə, daha tez dəyib gözünə. Rəng fars sözüdə hiylə deməkdir. Dünyanın rəngarəngliyi insanın ruhuna elə bir narkoz verir. Keydir insanın Bihuşdarı. Bəli, bihuşdarı. Və ona görə də insan günah etdikcə ruhun ağrısını hələ hiss eləmir. Düzdür, tezə bir günahı eləyəndə bir balaca vicdanı narahat olur, sonra onu da susturur. Dalvadar elədikcə onu da susturur. İnsanın ruhu hələ bir ki, narkoz vermirsən. Hasan ki, insan ölür, onun ruhu başlayır narkozdan ayrılmağa. Necə ki, əməliyyatdan çıxan adam narkozdan ayrılandan sonra başlayır ağrılar gəlməyə. Ya. Bir ömür ruhu ağrıtmısan, o ağrıları başlayır gəlməyə. Və bu ömür insan üçün bir dənə bir imkandır yaranıb, nə qədər ruhun narkozdadır, bunu təmizləyə biləsən. Əgər bunu eləyə bilməsən, insan dünyasını dəyişəndən sonra onu hələ bir günə ki, narkozsuz başlayacaqlar əməliyyat eləməyə. Bu, cəhənnəm deyilən şey budur. Yəni, hələ bir cür ki, bunu təsvir eləyib, bu ağrını necə təsvir eləyəsən? Hələ bir kəsirlər məni, yandırırlar. Ağrı indi də var, sadəcə insan duymur. Ağrı indi də var. İnsan onu duymur. Yəni, günahın bu cür nə ruha təsiri var. Çünki ağa deyir, bu söhbəti gözəl.